Məktəblilərin səbirsizliklə gözlədiyi qış tətili başlayır. Busatas xəbər verir ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında müvafiq qərarına əsasən ümumtəhsil məktəblərində qış tətili hər il olduğu kimi yanvar ayının son günlərinə təsadüf edir. Qərara uyğun olaraq 2025-2026-cı tədris ilində məktəblilərin qış tətili 27 yanvar tarixindən başlayaraq 31 yanvar da daxil olmaqla 5 gün davam edəcək. Bu müddət ərzində şagirdlər dərslərdən azad olunacaq, istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə edəcəklər. Qeyd edək ki, tətil müddəti başa çatdıqdan sonra 1 fevral tarixinin bazar gününə düşməsi səbəbindən dərslər dərhal bərpa olunmayacaq. Beləliklə, şagirdlər tədrisin ikinci yarımilinə 2 fevral tarixindən etibarən başlayacaqlar. Mütəxəssislər valideynlərə bu müddətdə uşaqlarının istirahətini düzgün təşkil etməyi, eyni zamanda onların dərs rejimindən tam uzaqlaşmamasını tövsiyə edirlər. Qış tətilinin həm fiziki, həm də psixoloji baxımdan şagirdlərin dincəlməsi və növbəti dərs dövrünə daha motivasiyalı başlaması üçün əhəmiyyətli olduğu bildirilir.